Neçə yaşda ailə qurmaq düzgündür? Mənim fikrimcə 25-26 yaş uyğundur. Nə üçün? Çünki karyera cəhətdən, işimin hazır olması, hər şey cəhətdən yəni fikrimcə elə uyğundur yəni. Neçə yaşda ailə qurmaq düzgündür? Məncə kişilər üçün 25 yaşdır, qadınlar üçün 20 yaş. Belə deyərdim, 25 yaş olanlar üçün əgər həyatı tam qavramısansa, həyatı tam anlayırsansa, sevginin, ailə məsuliyyətinin nə olduğunu tam bilirsənsə, 25 yaşda ailə qura bilərsən. 30-dan sonra. Niyə? Çünki 30-a qədər məncə insan öz həyatını yaşamalıdır, gəzməlidir, görməlidir, müəyyən qədər karyera qurmalıdır. Ondan sonra ailə qurmaq olar məncə. Normalda bugünkü zamanda tam yetkinliyi olasan. Yəni 35-36 oğlan uşaqlar üçün. Qız uşaqlar üçün təbii bilmir. Niyə? Qız uşaqlar bilmir, indi olan ailələrindən başladı. Məsələn, hansı ailədən necə gəlirlər. Ellərində var ki, dirəşirlər ki, yəni 22-yə, 23 yaşda qızlara verirlər ki, başlarının əvəzində. Amma ki, mən belə normalda hesab edirəm ki, hər kəs hazır olmalıdır ailə həyatına. Çünki o bir dəfə qoyulan bir şey.